Günlük bürc proqnozu 7 noyabr 2025. Qoç. Bugün sizə təsir göstərən və beyninizi məşğul edən mövzular artıq əvvəlki qədər ağır gəlməyəcək. Özünüzə verdiyiniz dəyər artdığı üçün bəzi insanların davranışları sizi artıq zədələmir. Gün ərzində çıxacaq kiçik bir fikir və ya təsadüfi söhbət sizə qərarınızda ipucu verəcək. Axşama doğru iç səsinizə qulaq asmaq istəyəcək və heç kimin fikri ilə toqquşmaq niyyətində olmayacaqsınız. Buğa. Bugün çox danışmadan çox şey anlayacaqsınız. Kiminsə sizinlə bağlı düşündüklərini onun sözündən yox, davranışından oxuyacaqsınız. Maliyyə və ya ailə ilə bağlı qərar vermək üçün özünüzə sınanmış düşünmə vaxtı verəcəksiniz. Axşam saatlarında insanlardan uzaqlaşıb, öz ritminizdə sakit qalmaq ehtiyacı üstün olacaq. Əkizlər. Bugün danışmaq gücünüz var, amma siz seçib danışacaqsınız. Bir mövzu birdən-birə yenidən gündəmə çıxa bilər və bu dəfə söhbətin son sözünü siz deyəcəksiniz. Günün ortalarında gələcək planlarınıza təsir edəcək bir informasiya ala bilərsiniz. Axşam isə beyninizdəki sualları sakit atmosferdə özünüzlə müzakirə etmək ehtiyacı doğacaq. Xərçəng. Bugün özünüzü emosional olaraq qorumağa çalışmayacaqsınız, çünki artıq necə davranmalı olduğunuzu bilirsiniz. Keçmişdə sizi yoran bir məsələ indi sizə dərs kimi görünəcək. Pul, ev və rahatlıqla bağlı bəzi detalların yönünü dəyişmək qərarı verə bilərsiniz. Axşam isə səs-küydən qaçıb özünüzə uyğun ortam yaratmaq istəyəcəksiniz. Şir. Bugün öz dəyərinizi heç bir cümlə ilə sübut etməyəcəksiniz, öz davranışınız yetəcək. Kimsə sizə qarşı münasibətini dəyişmək məcburiyyətində qalacaq və bunu siz hiss edəcəksiniz. Sosial mühitdə sakit dayanaraq belə üstünlük əldə etmək mümkündür. Axşam içdən gələn rahatlıq və doğru yoldayam hissi güclənəcək. Qız. Bugün incə detalları görə özünüzə aid olmayan yükləri atmağa başlayacaqsınız. Gündəlik planlarda və sənəd işlərində gecikmiş hansısa məsələni nəhayət ki yoluna qoymaq sizə yüngüllük gətirəcək. İnsanlar sizdən sanki icazə gözləyirmiş kimi davranacaqlar və bu vəziyyət sizi düşündürəcək. Axşam öz qrafikinizi dəyişib rahatlıq yaradan kiçik addım atmaq istəyə bilərsiniz. Tərəzi. Bugün danışmaqdan daha çox müşahidə etmək sizin üçün daha faydalı olacaq. Münasibət mövzusunda içəridə dolmuş cümlələr varsa, hələlik onları səsləndirmək istəməyəcəksiniz. Gün ərzində aldığınız kiçik bir vizual, fikir və ya emosional siqnal sizə yol göstərə bilər. Axşam susmaq sizi zəif yox, güclü göstərəcək. Əqrəb. Bugün insanların gizlətdiyi hissləri açıq-aşkar görəcək və bunun üzərinə getmədən sadəcə xatırlayıb saxlayacaqsınız. Keçmişdən qalan bir bağın təsiri zəiflədiyindən artıq onu üzərinizdə daşımadığınızı hiss edəcəksiniz. Günün içində eşidəcəyiniz bir xəbərin təsiri uzun müddətli düşüncə yaradacaq. Axşam sakitlik və özünüzə hörmət hissi üstün gələcək. Ox atan. Bugün yeni fikirlərə açıq olacaqsınız və həyatınızı dəyişdirəcək bir ideya gözlənilmədən ortaya çıxa bilər. Uzaq yerdən gələn plan və ya xəbər sizi motivasiya edəcək. Köhnə suallar artıq sizi sıxmır, çünki cavabları tapmağa yaxın olduğunuzu hiss edirsiniz. Axşam öz tempinizə çəkilib, darıxmadan sakit qalmaq istəyəcəksiniz. Oğlaq. Bugün ciddi mövzulara toxunmaqdan qaçmayacaqsınız, amma ehtiyac olmadıqca səsləndirməyəcəksiniz. Planlarınızı içinizdə formalaşdıraraq doğru anı gözləyəcəksiniz. Kimsə sizin səbrinizdən istifadə etməyə çalışsa da, bu dəfə buna şərait verməyəcəksiniz. Axşam öz qərarınıza sadiq qalmağın verdiyi rahatlıq üstün olacaq. Dolça. Bugün insanları sanki şüşədən baxırmış kimi oxuyacaqsınız və kimin nə niyyət daşıdığını gizlətməsi mümkün olmayacaq. Yeni tanışlıq və ya fərqli fikir sizin marağınızı oyada bilər. Sosial və ya iş sahəsində gözlənilmədən gələn təsdiq özünüzə inamı artıracaq. Axşam kimsəyə izah vermədən sakit qalmaq sizə yaxşı təsir edəcək. Balıqlar. Bugün instinktinizdən qaçmağa çalışsanız belə, yenə də onu dinləməyə məcbur olacaqsınız, çünki hər dəfə haqlı çıxdığını görmüsünüz. Qarşınıza çıxan kiçik hadisə və ya təsadüfi insan sözündə gizli mesaj daşıyacaq. Münasibətlərdə artıq özünüzü qurban vermək istəmədiyinizi sakit şəkildə ortaya qoyacaqsınız. Axşam özünüzlə baş-başa qalmaq ruhi balansınızı bərpa edəcək.